Allah'ın salamı olsun haqqı anlamaq istəyənlərə və nə demək istəyirəm? Bir mahnı yazmışdı. Çocukların günahını Günel oxuyurdan. De. Yazındadır. Bayla salanda Elvan məni. Defzatən. Vüqar adında o həkim deyilən, psixiatr deyilən söylən, nəysə, söylə bilərsən ama axı ki denə. O şey elədi, məni bağladı, 3-5 gün elədi. 3-5 gün yox, 5 gün oldu elədi. Amma mən 6 ya nəysə, neynirdi, heç yerdə görmədiyim bir şeydir, neynirdi. Məni kravata bağlatdırırdı. Elə-belə bağlatdırmaq yox da, indi bağlamaq, elə bağlayırdılar, elə bir şey bax, belə bələk içmir, o qədər möhkəm bağlayırdılar. Bilirlər ki, çırpınasın, dəhşət dərəcədə nə olurdu? Həmələyə, hətta bir dəfə çırpınanda necə oldu ki, kravatını da açdı, kravat belə açdı, döyürüşdü. O iğnəni vurandan, papam nə dedi? Papama dedim, sonra polisə düşəndə, dedi, səni yoxlayırmışlar. Mən başa düşmüşdüm, nəyə başa düşmüşdüm, denən? O başdan danışım belə. Vüqar otururdu, qıraqdan, baxır, sol qoyurlar, otururdu. Hətta bir tərcihdir, o qədər dəhşət mənzərə yaranır. İğnə vuranın bir neçə dəqiqə, neçə saniyəni sonra məndə bir vurnuxma başlayırdı və nə tərə vurnuxurdum. Vurnuxanda bir-iki gün fikir vermədim. Üçüncü, dördüncü gün nə olurdu? Vurnuxurdum, deyirdim, nə deyirdin? Nəyə fikir verdin? Fikir verdim ki, mən deyirəm Azərbaycan, İlham Əliyev, Heydər Əliyev, Bakı, belə bu sözləri təkrarlayıram. Vurnuxa ancaq elə deyirəm. O da sonra beynimdə fikirləşir. O deyə, vurnuxa, fikirləşir, mən bunlar niyə deyirəm? Fikirləşir, mən niyə bunlar deyirəm? Vaxt qalır. Sonra, ondan sonra vaxt dəhşət də vurnuxanda da dünya dağılır elə bağlıdır. Tərin zadını sürüldü, hal həyəcan gəldi anlaya, onda ucu açırdı, mən neçə dəqiqə təşirdi. O üçün Elman yoxlatdırırdı ki, sənin içində nə var, boşalsın ya yox, görüb karyerası dağılacaq, şikayət edəsən, genel söhbəti, İlham Əliyev falan, sənin başından elədi, sonra bir də nə yazda düşür? Dayandı diyeceğim, yazacaqsan sonra deyək. Deyil, qurban olmalar. Bir də mələk deyirsən də deyim, amma ki, mən müqəddəs anacaq deyiləm, nə? Yuxuyu nə görmüşdülər, sən nə dedilər? Bir dəfə, o üçün polisə düşmüşdün, niyə? Qonşum, ilk dəfə polisə düşdüyüm oldu, nə olmuşdu? Bir dəfə sən polisə vermişlər, hə? Bir dəfə vermiş, qonşu vermiş, niyə? Mən fəhlə işləyirdi evdə. Mən elə bir taxta qoymuşdu belə, kraskalamışdı, nə deyirlər onu, çandardan o yana taxta qoymuşdu. Taxtanın üstünə gedirdi ki, kraskaya batmıyor. Mən kraskanın üstünə belə yerlənirdi. Niyə? Yekir qızı, niyə gelirdi? Mesela bu da demiş ki, mən pis niyyətlə yox. Yəni fəhləyə işmən nə işim var ki? Nə demişdi? O bir də Ağdamlı arvad idi, nə demişdi? Ağdamlının gəlini. Dedi ki, o şəhət idi də bizdə, nə dedi? Mən belə sevinç, mən fəhliyə nazatır dedi, nəsə belə bir söz demişdi. Güya da mən fəhlədən ötürü edirəm. Sən də getdin Şüab rayonunun cumdun üstünə. Yox, həm də boş yemiş Şüab rayonunun cumdun, sonra dedin, mən niyə də deyirsən? Sən elə söhbətləri götürmürdün. Sonra verdilər polisə, mamam da getə, elə olmuşdu. Mamam da Əhməd idi, o vaxt polis, 18-ci bölümdə Əhməd. Sonra nə olmuşdu? Elman bir dəfə mənə polisə vermişdi, deyir. Əhməd mənə çağırdı, sağ olsun, yaxşı adam edir. Məsələn, Elman niyə elə vermişdi, bilmirəm. Pul da istəmişdim, yox. Mən başqa vaxt pul istəmişdim bir dəfə, onda da vermişdi polisə. Polis təvəkkül mənə zəng elər, hələ qorxu gəlir ki, Elmandan pul istəmir, yoxsa səninlə. Nəysə sonra Əhmədin vaxtında sağ olsun, neynədir? Çağırdı, mənə danışdırdı, mən də yəni durduğum yerdə Elman əlaqə yox idi, o evlənmişdi, bizimlə əlaqə kəsilmişdi, sonra mənə danışdırdı, sonra hissləndi, dedi, bu Əzlaf əlinlə çıxdı belə, dedi, bu Əzlaf səni dəlixanəyə salmaq istəyirdi,
sən dəli yerinə qoyur, niyyəti pisdir. Mən dedi, izahat yazmaq lazımdır, amma mən yazaram, yox, sən ki, hissləndi də, nəysə sonra bir də yazmışsın, polisi, polisdə də qonşumuz var idi, Vəfa adında, bu tivayətli qonşu. Bu, gecə 3-də 4-də evə gəlirdi, müğənni idi, toylarda oxuyurdu. Bu, şeylədir, gəlirdi, gecə 3-də 4-də mən yatdığım yerdə divarla belə vurur. Eləmə, qonşunun narazı oldu. Evin gündüz. O gecə vurur işte. Elə yox, elədir ki, belə əməlli başına oyanırdım da, sinir olurdum. 10 gün, 5 gün, 10 günə yaxın, 5 gün, 10 gün elədi. Axırda əsəbləşdim, pısım qapılarını döydüm, açmadı qapını. O üçün əlbi də vurdum, kəsdim, divara vurdum, dəmirə vurdum əlbi. Açmadığı üçün istəndim, söydüm. Mama mənə zorla saldı içəri, gecə vaxtı edildi. Sonra içəri girdi, o içəridə də onlar dranka divarları idi, səs gedirdi də. Gördüm içəridə gülüşürlər, dəfə ki, eləyib. Sonra neylədim, verdim polisə, Əhməd də çağırdı, polis Əhməd sağ olsun. O çağırdı, ondan sonra Əhməd dedi ki, dedim və ondan sonra dedi ki, da eləmədim. Ondan sonra da eləmədi həqiqətən də, o cin ona eləyirdi və sonra. Heç bir pisliyimizlə, o əlaqə də yox idi, xasiyyət tutmurdu ondan məndə. Yəni, heç bir söhbətimiz olmamışdı. O üçün cin ona neynədi sonra? Dəfə ellədi, sən neynədin? Mən heç nə oturmuşdum, onu polisə verəndə oturmuşdum kresloda, dilxor. Birdən zəş gəldi, Qəsbə xanım kimdir o? Ginekolog, Lalə olanda, evdə olanda, Lalə, anadan olanda. Onu Skorda işləyir, verim o da qəlbədir. Skorda iş ginekolog olmur. Ginekolog gəlmir də, Allah tərəfi boşun nə oldu? Sən atmışlar, heç kim maraqlanmırdı bu uşağı olanda. Bunu aparaq həkimə, maman da sonra deyir ki, sənə mən niyə nifrət edirdim hamilə vaxtı. Maraqlanmırdılar, Allah tərəfi nə oldu? Qurban olmalılar, təşəkkür edirəm Allah'ım, minnətdarım. Minnətdarım, sonsuz minnətdarım Allah'ım, minnətdarım, minnətdarım Allah'ım, deyib. Biz öyləcəydik, deyirlər, boşun sizə allatmışdı bir arada, sizi demə məni, allatmışdı ki, mən ginekologa molla idarəsində ki, uşağı tutacaq bilər, nəsə o gəldi, bu sonra qaçmaq istədi, uşaq nəysə, uzun danışma, boğulacaq uşaq, ölüm momentində boşun axı ki, skoriya zəng elədi, gəldi, nə oldu? Qəsbə xanım uşağı dünyaya gətirdi. Sonra o Qəsbə xanım zəng elədi. O vaxtdan bizlə dost olan kimi oldu. Güya əslində o da sən düşünən necə. Onu da danışma, nəysə. Sonra onu danışma. Sonra Qəsbə xanım da bundan sonra danışmarsan Allah xətrinə bu şeylər barədə yaxşı. Ancaq Quran paylaşarsan, salamat olsun. İnşallah. Söz verirəm. Sonra Allah xətrinə eləyərəm. Sonra inşallah eləyərəm. Amin. Eşidirəm və itaat edirəm. Ay sağ ol. Deməli, o ayə yazmış ki, Allah Taala buyurur ki, möminlər Allahın əmri, mənası ilə də Allahın əmri gəldikdə bir ancaq sözləri olur ki, eşidirəm və itaat edirəm. Sonra ona görə deyəcəm. Bu Qəsbə xanım mənə zəng edirdi hər ay, nəsə zəng elədi. Gəlirdi əslində, nəsə, nə üçün gəldiyini demə. Sonra Qəsbə xanım zəng elədi, deyir ki, gülə-gözü sən bilirsən, bir yuxu görmüşəm, deyin, nəsə, belə çox maraqla danışdı. O üçün sən də kövrəldin, nə demişdi, ağladın, ürəyin boşaldı, Allah sənin ürəyini sakitləşdirmək üçün yığılmışdı, sən də şükür Allaha, deyir. Deyir ki, mən yuxuda gördüm ki, sənin bir qara qüvvə, bir kişi səsi kimi, o belə, pis səsi, o belə, nəsə, qara qüvvə, pis belə, kişi səsi ilə qüvvə düşür, sənin dalındır, səni öldürmək istəyir, məhv eləmək istəyir. Amma mələklər səni aldılar arıya, qaldırdılar göyə, ortada sən, deməli də dedilər ki, bu müqəddəs sanadır, ona yaxşılıq elə. Belə dedi, mənə dedi, belə yuxu gördüm. Mən onda kövrəldim, ağladım. Sonra heç nə, elə bu. Mamam da ama onu da deyir. Mamam da bir dəfə, indi soruşanda bir dəfə soruşmuşam, deyilən bir şey.
yuxu görməmişəm, yadıma tutulma, Allahın şahidin düzdür, düz deyirsən deyir. Deyirdi ki, bir dəfə gəldi, deyir ki, hətta kövrəldi belə, sənəsi əsli ağlarım, tasan oldu. Dedi, mən yuxuda gördüm ki, mələklər sənə ortadasan, mələklər qıraqda güldən çələk soxuyub başına qoyurlar, sonra qalxırsınız yuxarı, deyir, nə deyir, qaldırırlar səni yuxarı. Allahın sağlamlığı, xeyri, rəhməti və bərəkəti hər birimizin üzərimizdə olsun, mələdir, cümləmizin də. Amin. Sağ ol. Sağ ol.